Başladım. Aha, deyin görüm uşaqlar, hansı müqavilə idi ki, o hansı kəndli əsasnaməsi idi ki, orada bir yer ləğv olundu? 1870. Yaxşı, bəs hansı əsasnamə idi ki, orada 5 desiyətini torpaq 5-dən artıq olan əllərindən alınırdı? 60. 70'də. Bəs nə vaxt bəylərdən polisiya məhkəmə hüququ 65 kənd cəmiyyətləri haqqında qanuna əsasən. Bəs hansı islahat idi ki, o dövlət kəndlərinə aid idi? 1903. 1903, bəli. Bəs qalan bütün islahatlar kimə aiddir? Səhər kəndlərinə aiddir. Bəs şəhər islahatı nə vaxt həyata keçirildi? 78-də. Bəs Rusiyada nə vaxt keçirildi? 70. Bəs Rusiyada hərbi islahat nə vaxt həyata keçirilmişdi? 74-də. Buna əsasən Pyotrun nəyi ləğv olundu? Pyotrun nəyi? Rekrut ləğv olundu. Rekrut neçə evdən bir əskər idi? 20 evdən bir əskər idi. Yaxşı, Rus-Yapon müharibəsi nə vaxt olmuşdu? 1914. Yaxşı, sən dedin, İbrahim, yaxşı. Rus-Yapon müharibəsinin nəticəsində Rusiyanın itirdiyi ərazilər hansılardı? Port Artur, Cənubi Saxalin, Susimada axırıncı döyüşdü. Cənubi Saxalin, Cənubi Manjuriya, bir də Port Artur. Yaxşıdır, görək. İngiltərə ilk dəfə dominion hüququ vermişdi. Hansı ölkəyə? Kanada'nın dominion olmuşdu. Bəs Cənubi Afrika İttifaqının yaranmasına vaxtı? 1911 yoxsa 10? 1910-cu ildə idi. Bəs İngilis Quru müharibəsinə vaxtı? 1899-1902. Orada kim qalib gəlmişdi? İngilislər. Bəs Trafalgar döyüşünə vaxtı? 1807. 1805. Trafalgarda Fransa kimə qalib gələ bilmədi? Rusiya. Yox, İngiltərə. Bəs kontinental blokada nə vaxtı? 6. 7 tezlikdir, 6 Berlinə daxilsə kontinental blokadadır. Bəs Viyana sülhünə əsasən Kap koloniyası İngiltərəyə verilir. Bəs o hansı müqavilə idi ki, onun şərtinə əsasən İngiltərə hər hansı icarəyə götürmüşdü? 13-cü əsrdə Hər icarəyə götürmüşdü? Dəqiqdən bilməm mən bunu. Hindistan müqavilə idi ki, yox. İngiltərə Fatello. Osmanlı imzalanan müqavilə. Kipr adasını icarəyə götürmüşdü. Osmanlı imzalanan. Sonra təzədən baxdılar ya ona hər hansı konferansda. Adı nə idi müqavilənin? Yox, Beysof deyildi, başqa şey. Saint-Germain. Bir dənə baş hərfində yiyin. Saint-Germain, London var orada, Berlin var. Konferansda baxırlar, Paris var. Paris hansının sonuydu? Paris birinci getmək istədiyimiz idi. Paris Krımın sonudur. Sonra Krıma bir də baxılır. Hansında? Berlində. Yox, Paris, sonra Paris, London, Berlin. Sonra San Stefano. San Stefano isə Berlində baxılır. İndi bu Berlindədir. İngiltərə hanı götürür icarəyə? Kipr adasını icarəyə götürür. Bəs birinci Treç müharibəsinə vaxtı? 42. Bəs bu Kiprin üstündədir münaqişə Yunanlarla, yoxsa Kritin? Kipr məsələsinə vaxt başlayır? 70 nə vaxtdır? 74. Bəs İngiltərənin AİB-ə daxil olması nə vaxtdır? AİB-ə daxil olması? Bayaq demək 73. Bəs Türkiyədə torpaq islahatı nə vaxtdır? 73-dədir. Bəs Kipr məsələsinin bağlanması nə vaxtdır? 83-dür. Orada bölünüb Kuzey Kıbrıs, Güney Kıbrıs.